göstərim özümüz haqqında. Deməli, bizim pedaqoji klubumuz universitet ixtisas tələbi olmadan bütün müəllimlik ixtisasında təhsil alan tələbələri bir saat altına bir yerə toplamaq məqsədi qarşısına və bu müəllimlərin üçün lazım olan bütün fəaliyyətləri həyata keçirir. Bunlar həm sosial fəaliyyətlər, həm işte digər müəllimlərin inkişaf etdirəcək layihələr, seminarlar, təlimlər, bu kimi şeylərə baş vururuq. Sosial fəaliyyətlərdə biri tatlımızdır, biri film müzakirəsi və kitab müzakirəmiz var, networking deyimiz var ki, bu müəllimlərin bir-birinə şəbəkələşməsini təmin etməyə çalışırıq. Həmçinin bunlarla yanaşı olaraqdan seçilən müəllim kimi yarışmamız var. Kənd məktəblərində şagirdlərin ixtisaslarında maarifləndirilməsi üçün müəyyən bir layihələr həyata keçirir. Biz də ona həyata planımızda da gələn ay üçün həyata keçirəcək. Bu formada artıq bir edici fəaliyyət göstəririk. Keçən oktyabr ayından belə. Bu formada bir pedaqoji klubumuz var. Allah xeyirli uğurlu olsun. Gənc bilirsən də nə deməkdir? Gənc nə deməkdir? Fars dilində xəzinə deməkdir. Yəni gənclər bir xəzinədir. Bir ölkənin gəncləri çoxdursa, o ölkənin xəzinəsi var deməkdir. Yəni siz bir xəzinəsiniz, ona görə də indidən özünüzü mükəmməl bir şəkildə o xəzinənin sahibi kimi, xəzinənin üstündə oturmuş adam kimi gözəl bir şəkildə dəyərləndirsəniz, bu xəzinəni ciddi bir şəkildə nəyisə çevirə bilərsiniz. Yəni əslində tələbələrin belə bir aktiv olmuş olması çox sevindiricidir. Yəni həqiqətən də, bax məsələn bazar günüdür, dün bazar elə deyil. Bazar günü tələbələrimiz saat 10-da yuxudan durublar, üz-gözünü yuyublar, bir avtobusa miniblər, bir 50 qəpik belə bir girəcəklər. Nəsə bir aktiv fəaliyyətdə olmuş olmağınız çox möhtəşəm bir şeydir. İndi bəzi illisin dostlarınız, padruzalarınız ey yorğan gəl üstümə deyib yatırlar bəlkə də. Amma siz buradasınız, yəni bir fəaliyyət olmalıdır da. Semestr daxili fəaliyyət qiymətləri verirlər tələbələr universitetlərdə. Sizdə 3 dənə də, onun adı nə gedir sizdə? Kollekum, adam deyəndə dili qatlanır. Semestr daxili fəaliyyət. Yəni feil kökünəndə də fəaliyyət, feil. Yəni orada bir hərəkət olmalıdır da. Siz də özünüzə mükəmməl, yəni qeyri-adi bacarıqlar, ünsiyyət. Normalda baxın, 2016-cı ildə, 2016-da Dünya İqtisadi Forumu keçiriləndə gənclərdən 10 dənə bacarıq istədim. 2021 oldu, 5 illik. 2021-də bir daha keçirdilər, yenə 10 dənə bacarıq istədim. Başqa nə gəlir bilirsiniz? 1. Kreativlik, yəni yaratıcılıq. 2. Nə gəlir? Əməkdaşlıq, ünsiyyət. 3. İnsan idarəsi, əməkdaşlıq. Yəni, bir yerdə oturub da bu adam 3-4 dənə tələbə bir şey ortaya qoya bilirmi? Bir diyalog qura bilirmi? Burada həm sizin ünsiyyət qabiliyyətinizdə inkişaf edir, həm nə bilim idarə etmə qabiliyyətinizdə. Çünki, bax məsələn, müdürümüz idarəçidir, düzdür və sizə də pul vermir. Maaş verirmi sizə? Ayda 20.000 manat verirmi? Yox. Allah üçün gəlirsiniz, Allah rızası üçün də gedirsiniz, düzdür? Və bu pul vermədən qarşıdakı insanla nə cür ünsiyyət edirsin ki, müdürümüzün dediyini mən eləməliyəm də, elə deyil, müdürdür, tapşırdır, bəhman nəsə eləməlidir da. Yəni o cümlələri hansı üslubuna qurmalıdır, neynəməlidir, nə cür diyaloqa girməlidir, sizə nə cür motivasiya eləməlidir. Bunun üçün də sizdəki bu potensial inkişaf edir. Bir dəfə problem olur, 2 dəfə problem olur, 3 dəfə quşduyur, 4 dəfə quşdur, 5-ci quşlamada avtomatik olaraq iş düzəlir da, elə deyil. Yəni səhv elə avtomatik düzəlir. Demək, mən cümləni belə quranda, reaksiyası belə olur. Cümləni belə quranda, yəni, nəfədə kitab oxumanı bu işlər olmur, gözəl insanlar. Kitab oxumaq belə də. Hətta mən məsləhət görərdim ki, o, nə bilim, liderliyin 80 düsturu, nə bilim, idarə etmənin bu qədər düsturu, nə bilim, zirvəyə qalxmağının bu qədər düsturu. Onları oxuyarsınız, sadəcə şey olaraq, yəni məlumatlı olaraq, yoxsa ona heç bir faydası yoxdur. Hər şey, gənclərimizin hərəkəti özündən olmalıdır. Nümunələri də özünüzdən olmalıdır. Örnəkləri, misalları özünüzdən olan bir gənclik olmalıdır. Yəni hər şey özünüzdən, yəni onun bunun kopyası deyil də, onun bunun kopyası olmağına çox da elə bir yerə də getmək olmayacaqdır deyə düşünürəm. Eyvallah. Bu talk show'da mən bildiyimə qədər biraz daha bir şeyler olur, hə? Yəni, birinci, əslində özünüzü
Tanıdardınız deyə başlayın. Mən Bəhman söhbətdir. Allah'ın müəllim. Yaxşı, müəllim olmağa necə qərar verdiniz? Müəllim olmağa necə qərar verdik? Biz atam 3 qardaş idik. Naxçıvandan götürdü, gətirdi Bakıya ki, adam olaq. Hələ də olanmamışıq. Niyyətimiz var olaq. Bəlkə də nə zamansa qismət olacaq. Həkim olanlar var. Bacılar, qardaşlar həkimdir. Mən də həkim eləmək üçün kimi biologiya təmalı liseyə gətirdi, qoydu. Qaraqarayev metrosu. O vaxtda adı Avrora metrosuydu. O vaxtda 2 dənə idi. Fizikaliya təmalı ilə kimi biologiya. Biz də həkim olmaq üçün internat, 5 nömrəli internat məktəbi gedirdim. Adı elə gedirdi. Amma ən məşhur, Türkiyə Respublikada ən məşhur həkimlər kimdirsə, hamısı orada. Yəni bizim sinifin bir 90% həkimdir. Bir dənə müəllim bizi. O da nə cür oldu bilmirəm. Allah'ın bir hikməti. Bir də baxdım ki, mən normalde cərrah olacaqdı. Sonradan bir əməliyyat keçdi. Baxdım ki, mən nə ki adamı kesməm, heç toyuğun başını belə kəsəmədim. Yəni qurbanlıq bir millət qoyun başını kəsir, toyuğu kəsir. Yəni toyuğun başını üzmək elə məndə ürək yoxdur da. Qan günündə pis olurum. Məndən cərrah olmayacaq da. Bir bəhanənin bir şeyin atamla dava qırığım. Atam hətta dedi ki, yox, mən sənin kimi oğlum yoxdur. Mən də məcburən 1-ci, 2-ci, 3-cü yerləri riyaziyyat yazdım, Bakı Dövlətin riyaziyyatını. 7-8-ə balım çatırdır. Həm də ifrat dərəcədə çatırdı, amma ayıb olmasın, yalan olmasın deyə tibbi yazdım. Amma 1-ci Bakı Dövləti yazmışdıq deyə riyaziyyata, mütləməkə riyaziyyat ora düşdük. Müəllim olmasaydı hansı peşə? Məndə elə bir qabiliyyət, bacarıq yoxdur. Elə bacardığım təbaşirdir, lövhədir və salam. Bilmirəm, yəni, mən elə başqa bir bacarım olmaz. Yəni, mən desələr ki, bir market idarə elə, mağaza idarə elə, bilmirəm, bacarardımı, bilmirəm. Elə bir dənə az bildiyim budur, vəssalam. Müəllimliyin belə ən belə sevdiyiniz xüsusiyyətləri hansılardır? Müəllimlik ümumiyyətlə gözəldir. Hətta çox gözəldir. Niyə? Çünki sən bir insanlığa bir faydan olurdan. Bax, xəstə gəlsəydin, xəstə gəlir, sən onun bir dənə qarnı ağrırsa, qarnına bir dənə dərman yazırsan və ya ki, qulaq ağrırsa, bağırırsan, sən bir gündə neçə nəfəri sağlada bilərsən? 5 nəfər, 3 nəfər, elə deyil. Amma dərsdə bir auditoriya qarşısında biri var ki, beyin ağrısın, biri var ki, bütün ruh ağrısın. Demək ki, onun üçün də ən güzəli, mən deyərdim ki, bu ilcasdır. Çünki bir şey yetişir da, bir nəsil yetişir da, sonra onun beynini remont edirsən. Müəllimlər beyninin cərrahlarıdır. Biri var normal cərrah, biri var ki, görünməyən cərrah. Beyni oynadır belə yerindən. İstədiyi bir formaya sala bilir. Yəni, ona görə də yəni, riyaziyyat bir yerə qədər gedər da və kimya bir yerə qədər gedər. Amma ruh, yəni uşaqların inkişafı tamamilə zirvəsi sonsuzdur. Yəni, onlar möhtəşəm bir yerə qədər yetişdirilə bilir. Bayaq dediniz ki, atamla dava qırğın oldu. Digərlərin reaksiyası necə oldu? Ətrafınızdakilar? Ətrafdaşların, sinifdə təsəvvürlə hamısı həkim olur. Bir dənə ortaya bir nəfər çıxır ki, həm bu müəllim olur və 2 nəfər çıxır ki, bu başqa istiqamətdə. 5 dənə, yəni nə alacaqlar? Anadır, mamadır ki, Allah'ın fağırda nə deyəcək ki, heç şey deyə bilmir. Belə davam elədik, axırda bir də vaxtda ki, müəllim olmuşuq, sonra magistratura, sonra doktorantura, belə bir də vaxtda ki, ömür gedir. Gedir. Yavaş-yavaş yaxınlaşırıq. Düşüncəsindən bağlı. Cəmiyyətimizin mi? Bir dəfə, hələ 2012-ci miydi, 2011 miydi, bu müəllim deyilən bir vaxtları təzə-təzə başlayan bir dövrüydü. Girdim bir marketə, Xırdalanda, biz sinçimiz zəncim çocuq öyleydi, biz yetim adamıq, bax Xırdalanda qalırıq. Girdi bir marketə, oradan satıcı qız etmişdi. Müəllim, xoş gəlmişsiniz. Dedim, nə qədər məşhursan, Bəhman hamısı müəllim olduğunu bilir. Sonradan arxamdan gələn yaxınlaşanda ona da müəllim dedi. Sən də müəllim. Özüm ödüm, hamı müəllim imiş məyərsə. O zaman anladım ki, çox adamı yavaş-yavaş müəllim deyə, indi hamıya müəllim deyirik. Yəni bu şəkildə.
Amma biraz da şəxsi fikirlərinizi soruşaq ki, Bəhmən müəllimin sevdiyi kitab və yaxud da film önərisi bizim kimi. Film önərisi, mən pedaqoji filmləri daha çox sevirəm və çox ləzzət edirəm. Bəzi kinolar var ki, o həqiqətən də məsləhətim odur ki, yaradıcılıq üçün detektiv aksiyon filmləri çox ləzzətlidir. Hər gün istisnasız bir dənə aksiyon detektiv kinosuna baxmadan yatmaram. Ola bilsin ki, 2 saatdır. Amma o başın sürür, fon musiqisi, ətraf, günəş çıxdı, nə bilim, ay batdı, ona qabağa verirəm, əsas olan hissələr nədirsə, ona baxıram, yəni 1 saat, 1 saat 15 dəqiqə qurtarıram. Aksiyon, detektiv filmləri kreativlik üçün önəmlidir. Bu bir. Yəni hər gün baxmağa çalışıram. Bir də bəzi kinolar var ki, baxıram, məsələn bir dənəsini deyim, Zindan Adası. Baxırsınız. Hə, çox ləzzətlidir, mükəmməl. Baxdım, bir də baxdım ki, hərflər yuxarı qalır. Dedim, sən yəqin geri çalırsan, heç nə qalmadı. Heç nə başa, təzdən bir daha verdim, 2-ci dəfə, bir sonraki gün mü, 2 gün sonra mı, yenə başa çıxmadım. Bunu nədən təhsil? Çox ləzzətlidir, kino çox superdir. Axır elə qutarır ki, mən əlaqə quramıram da, buna bu nə əlaqəsi olur? Sonradan bir daha şeyinə baxdım, izahına. Əslində izah da tutmadım, izah da çox sürətlə gedir. Sən demə bu şizofreni, onu birinci dəfə baxıb da başa düşənlərə mən mükafat verəcəm. Beyin yandırır. Beyin yandırır, yəni bu niyə belə oldu da bu proses? Sən əvvəlcə belə gəldi səniyə, axırda şizofren olaraq işin içərisindən çıxır. Amma lüks bir kinodur, mükəmməl bir kinodur. O gün əslində bir dənə kinoya baxdım, hətta skrinlədim. Təyyarədə olub bir hadisə. Səfər 42, baxmışsınız ona, uçuş səfəri 42. Çox ləzzətli bir kinodur, təzə baxdım. Elə belə, çatdım evə, baxdım, nə elədim, gecə saat 12-dir. Elə belə gittim Kəllə Maylıq YouTube'a. Orada aksiyon detektiv yazanda baxdım ki, yox, bu baxdıqlarım ki, qırmızıya qədər, ortaya qədər gəlir, artıq buna baxmışam, buna baxmışam. Baxdım, yox, burada heç bir şey yoxdur, o nətər olur, gözümdən qaçırdı. Girdim, elə ki, təyyarə uçur bir yerdən bir yerə. Havadaykən gedir 41-45-ə. Burada sintez önəmlidir. Baxın, yaradıcılığın sintezi çox önəmlidir. Təyyarə 41-45-də birbaşa Hitlerin dünya müharibəsinin içərisinə girir. Baxmışsınız, çox ləzzətli. Xanım qız başa düşür, xoşum gəldi. Xanım qıza bir azini mükafat, ona həmin çağıra bir azini mükafat verək. Gəl. Gəl sizə bir azini. Gəl, heç belə təməl eləmə. Gəl, bir azini mükafat veririk. Bəli, ancaq bir ancaq bir azinidən başlayacaq. Gəl, bəli. Bu elə belə pul dövəyim. Möhtəşəm bir puldur. Benim başka nasıl? Teklif ve rahatsız Gəl. Kaçta bitmeyecek. Ben gözüm pulda qalmıyor. Ayaqda çalışıyorum, mən pul düşmədim, bəli. Kaçta mesela bir ömür bəs eləyəcək ha. Facebook olsun, bəli, onu saxlayın. Ömür nə qədər bəs eləyəcək, bir bərəkət olacaq onun. Ama böyle filmde kalmış. Filmdə qalmışdı. Baxın, yəni təyyarə 41-45 ilə girir və zaman arasında diyalog yaranır da. Normalda hansı ölkənin, hansı millətin bu tarixə qarşı, kimin bu tarixə qarşı marağı varsa, məsələn, gedirəm Şəkiyə, Kiş yanı var. Şəkil olan var mı buradan? Aysos, Kiş yanı var. Kiş yanında Alba məbədi var. Evet. Orada bir dənə heykəl var. Kimin heykəldə büst var orada bir dənə? Sonra məbədə Bəli. Normalda hətta bu şeylər var, o dənizdə minib gedirlər, dəniz quldurları kinolarında o Vikinglər. Vikinglərin Azərbaycan olduğu deyilir orada. Əlaqəsi oldu deyil. Nəysə, belədən kökü-mökü, yəni onlardan gedirdilər. Orada məsələn 2 metr uzunluğunda, metr yarım, 2 metrdən daha adam belə tarixi yaşayırsan da orada da çox ləzzət edir. Məsələn, bir dənə arxeoloji qazıntı, məsələn, deyirlər ki, falan yerdə arxeoloji qazıntıdan falan şeylər tapıldı, şəkili yaxınlaşdırıb atmosferə girirsən və ləzzət edir. Sən oradakı insan canlanırsan, ondan söhbət edirsən, ətrafdakı... Yəni, arxeoloji qazıntılara sevgisi kimin varsa, onlarda yaradıcılıq ruhu daha çox olur. Məncə. Yəni, kimin ki, arxeoloji qazıntılara meyli olan ölkələr, millətlər, onlar daha çox inkar edir. Şəbnəm, düz dediyim, yəni arxeoloji çox ləzzət edir, tarix çox ləzzət edir. Kimi də tarix coğrafi edir.
Bilmem, şimdi tarixi bəlkə də nifrət elədirirlər, amma... Ben bir gece tarihten bir gezi yok okuyacağım imtihanla. Elə, Zilmete bak. mən tarixi sevmədim məsələn orta məktəbdə, oxu, yadda qalmır. Sinif yoldaşımız var idi, Respublikan bir nömrəli göz həkimi Rəfadar doktor, buradan da onu bacıq. Rəfadar doktor indi Respublikan bir nömrəli göz həkimidir, oxuyur, bir dəfə gedib yatır. Bəmur oxuyur, qalmır. Göydən də qar yağır, çıxdım çölə, o məktəb nəyətində yuxarı aşağı bir işıqlar olur. Onun altına sağa gel, sola gel, 10 dəfə. Kulikov vuruşması 1380 sentyadır. Kulikov vuruşması 1380 sentyadır. Kim nə vuracaq? Cəhənnəmə vuruşdular. Yəni oxu yadda qalmır və sevmirdim. Düz deyil, müəllim azından çoxdan biri sevdirirdi. Əsas hadisələrdir, hadisələrin ruhu deyil. Hadisələrin ruhu verilmir deyə, quru-quru xronoloji olub da, yəni tarixin mahiyyəti qalıb bir qıraqda. Yəni biz o xronoloji, tutaq ki, indi yadında, bax, görədin nə təzbərləmişəmsə, 1380 sentyabr ayı olduğu belə yadında qalıbdır. Yox, nə bil, 1514-cü ildə nə olubdu? Aysa. Kimlə kimin arasında? Aysa. Bəli, bəs 1070 Malazgirt. 1000 necə? 70 değil, 71, Avrusya'nın alsın. Aysa, Malazgirt döyüşündə kimin arasında? Alparslanla. O hadisənin ruhunu oxudum, çox ləzzət elədi da. Hadisənin ruhu. Məsələn, bizdə o hissə yox deyil. Kitablarda o hissə olsa daha ləzzət olar da, mən daha çox sevirəm. Təsəvvürlə, Alparslan orada 30.000 orduyla, həqiqdən də millətinizdən fərq edə bilərsiniz. 30.000 orduyla 300.000 ordunun qabağına çıxır. Hətta Diogen, Roman Diogen gələrkən Van gölünün ətrafında orada ermənilər o vaxtı erməni olduqlarını yenə orada ispat edirlər. Orada bəzilərini qırdırır, öldürtülür, əhali şəhət edir ki, burada ermənilər var, bizi çox incidirlər. Diogen onlara cəza verir. Nəysə, ordu da gəlir, ordu döyüşə girərkən təzdən yenə arxadan vururlar. Yəni, milli ruh da var da, millət ruhu belədir də, yəni, milli ruh var, yəni, bunu heç kim inkar edə bilməz. Yəni, bədbaxt olduqları orada da üzə çıxır, yəni. Kişi, madem girmirsən, kişi, yəni bu, ayrı bir anlayışdır, yəni, bəlkə girmirsənsə bunu edir də, nəysə onu qoyduq bir qırağa. Orada 30.000 ordu, təsəvvürlə, bir nəfərsən, 10 nəfər sənin qabağına çıxır gecə vaxtın. Bir nəfərsən, 10 nəfər sənin qabağına çıxır. Nə yiyərsən? Qaçarım. Hər halda. Şilyonda başımıza qaçmaz, həz halda. Gecə vaxtı o. Amma bu artıq milli şeydir deyəsən, geri dura bilmirsən da. Avtomatik olaraq, yəni 30 nəfərsən, bir də olsan ki, 300 nəfər də qabağındadır. Sən belə layıqda gedərsən də. Amma o döyüşü udurlar, nəzir udurlar. Alparslanın bir çıxışı vardır, bir çıxışı var. Cümə günü başlayır, cümə namazını bərabər qılırlar. Sonra bütün müsəlman dünyası cümə xütbəsində dua edirlər Alparslana. Və o döyüşə girir, amma nə cür girir? Deyir ki, bu dəqiqə aramızda nə əskər var, nə komandir var. Mən sizin komandiriniz deyiləm. Kim bu döyüşdən geri çəkilmək istəyirsə, geri çəkilsin. Təsəvvür edirsiniz, cümləyə diqqət edin. Və özü də ağ bir paltar geyinir. Atının quyruğunu bağlayır. Bu nə mənə gəlir? Yəni, getdi var, döndü yoxdur da. Mən öldüyüm yerdə məni bastıracaqsınız deyirlər. Bax, komandir, normalda ki, kinolarda görmüşük ki, rəis arxada durar. Yönləndirir. Əskərlər birinci yoxdur. Bəli, yəni, Allah qurbanı yoxdur da, yəni, bu daha möhtəşəm bir şeydir. Atın üstündə hər kəsdən qabaq. Əskər də görür ki, mənim müdürüm daha qabaqda gedir da, elə deyil. Və daha belə ruh olur və orada qalib gəlirlər. Orada Diogeni əsir alır və ona hələ əvvəlcədən müharibə olmasın deyə şeylər, diyaloglar gedir. Elçi göndərir Alparslan ki, müharibə olmasın da. Diogen deyir ki, yəqin qorxdunuz. Deyir, mən deyir, özüm Həmədanda istirahət eləyəcəm. Nə bilim, Təbrizdə də, nə bilim, bizim... Burada istirahət eləyəcəm, belə bir işlə cümlət deyir ki, yox, sizin atınız gələ bilər, amma sizin harada istirahət eləyəcəyiniz heç bəlli olmaz. Sonra deyir ki, mən əsir dürsəydim, Alparslan ona deyir, mən əsir dürsəydim, aynı gəldiniz, deyir, sən boğazından belə bağlayacaqdın, İstanbulun, Konstantinopolun tərəfində gəzdirərdin.
Sən eləyərdin, o eləyir, deyir, mən səni azad edirəm. Mən sənə cəza olaraq səni azad edirəm. Düzdür, bu azad olur, gedir, sonra çatır, ona cəza verirlər, gözlərini çıxardırlar, nəsə belə bir şey olur. Hə, indi bir il sonraki Alparslanla bu Alparslan arasında, yəni işin içərisində səmimiyyət duyğuları da, səmimiyyətin əsasən 4 dənə düsturu var. Bir, gördüyün bir işi səmimi. Səmim nə deməkdir? Samim kökündən gəlir də, ürəkdən. Yəni, sənin görəcəyin iş ilə sənin arana üçüncü bir varlığın girməməsi. Üçüncü bir varlıq nə ola bilər? Pul ola bilər, vəzifə ola bilər. Sən bir işi görsənsə, yəni sırf bunu Allah rızası üçün eləməkdir. Yəni, şöhrətpərəstlik üçün yox, məni görsünlər deyə yox, hamı məni tanısın, bəyəm hamı tanısın. Bəyəm sən kimsə ki? Sən ümumiyyətlə kimsəksən, hamı tanısan olacaq, hamı tanımasan olacaq. Bu işi səmimiyyətdən biraz uzaqlaşdırır. Nə qədər vaxt davam edəcək? Bir daha söyle. Bu şeylər nə qədər vaxt davam edəcək önəmlidir. Yəni, son səviyyəyə getməyəcək, 50, 60, 100, Bəli. 200. Yəni maksimum elədir. Və bir il sonra uduzur. 72'den yenə onun da şey olur. Hadisə önəmli. Uduzmadı həm bir Amma belə bir ifadəsi var. Deyir, mən deyir, gördüyünü hətta sizin də qət edə Bəli. Qayıqın səslərini eşidir. Orada yaralanır da dediği döşəkdəki cümlələr önəmli. Deyir ki, mən deyir, çıxmışdım dağın təpəsinə, ağa bir təpənin üstünə, ordular deyir, ayağımın altından belə, söz verə gedir. Mənə bir qürur gəldi ürəyimə ki, wow! Alparslan, sən bundan önce dünyanın liderisən də, baxın, Allah qurban olun. İşin içərisində nə girdi? Nəfs girdi, qürur girdi. Avtomatik olaraq, Allah qurban olun, gəldi. Yekəxanalıq eləyən sən idin, Alparslan, al. Bura hardan gəldik bilmirəm. Hardan gəldik sən canın? Kimiyle bırak. Bəs sizin belə motivasiya verən müəlliminiz, ən sevdiyiniz müəllim kimi olur? Vallahi ən sevdiyim müəllim bilmirəm. Orta məktəbdəki müəllimlərimiz bəziləri həqiqətən çox qəşəngdir. Mən məsələn orta məktəbdə Naxçıvanda olanda məktəbə getməyə nifrət edirdim. Riyaziyyat dərsində hər gün döyürdüm. Hər gün ha. Yəni o komendixanada deyirim. Kişini də öyle döyərlər mi? Valla. Baxmışsan o şeyə. Komendixanaya baxan var mı komendixanaya? Yəni boş vaxtda baxın. Baxın. Sonra gülmə. Məsələn Türkiyənin şey var ya, güldür. Sonra nə vardı? Çox güzel hərəkətlər bunlar. Niyə baxıram? Bax məsələn 425-ci bölüm çıxıbdı. İndi 2 dəqiqəlik anonsu gedir. Hələ gözlərim çox çıxsın. Bax 425 o qədər təqdim edir. Niyə? Yəni gülmək çox da şey deyil ha. Sadəcə bir yaradıcılığa nə cür təsir edə bilirəm? Gülmənin riyazi bir şey varmı, yoxmu? Mən güldüm. Bax yemək yeyirəm, baxıram, ha, güldüm. Oldu. Sonra pauza basıram və düşünürəm, mən niyə güldüm axı? Bəyəman, sən niyə güldün? Sən çox geri zəkalı olduğundan görə güldün. Yoxsa güləcək bir məsələm idi. O cümlə nə cür qurulsaydı, sən gülməyəcəkdin. Nə cür quruldu ki, sən güldün. Beynimiz gülməyə nə cür reaksiya verir? Baxın, əgər qarşıdakı insanın dediyinə mənim beynimdəki paralel gedirsə, burada gülmə prosesi ola bilməz. Ancaq perpendikular olduğu zaman gülmə baş verir. Məsələn, tutaq ki, mən Xırdalana çıxdım, paytaxta doğru gəlirəm. Orada yazsa ki, paytaxta 5 kilometr, paytaxta 10 kilometr, paytaxta qaldı tutaq ki, 2 kilometr, 1 kilometr, bu mənə çox da cazibəli gəlmir. Amma mən Xırdalana çıxdım, Qubaya doğru gedirəm. Qıraqda yolun qırağında yazılır. Xırdalan 5 kilometr arkada qaldı. Gedirəm, Xırdalan 10 kilometr arkada qaldı. Xırdalan 50 kilometr arkada qaldı. Bu adamı daha çox diqqət cəzb edir. Çünki onu orada edilən sənin beynindəki tamamilə əks bir şey vermiş oldu və gülmə prosesi baş verdi. Və bir də o vaxt bizə elə deyirdilər ki, məsələn, filan kəsin həyat və yaradıcılığı. Yaradıcılıq ancaq elə bildici şeylərdir, Bəxtiyar Vahabzadədir, Nizam Gəncəvin həyat və yaradıcılığı, Məhəmməd Füzulin həyat və yaradıcılığı. Həyat vədən sonra da yaradıcılıq. Yəni, ancaq yaradıcılıq incəsənətdə olduğunu deyirlər, amma elə deyilmiş. Yəni, yaradıcılıq hər sahədə, hələ sizdən də istənilən bir yaradıcılıq, hələ tarixlə coğrafiyanın, çoxumuzun ixtisası tarix coğrafiya. Mən tarixlə coğrafiyanı nə cür birləşdirəcəm?
Bugün, bax bu cür universitetlərdə bilgi istehsal edən qurumlar artıq ehtiyac yoxdur. Çünki bilgilər, necə deyim, hər 19 saatdan bir məlumatlar, informasiya 19 saatdan bir 2 dəfə çoxalır. 19 saat keçdi, 2 dəfə çoxaldı. Mən bədbaxt hansını çatdırdım? Və yaxud da ki, bugün riyaziyyatdan bir məqalə yazıldı. Bax, bugün riyaziyyatdan bir məqalə yazıldı. Sayı nə qədəri bilirsinizmi? 400. Yer kürəsində bir gündə 400-dən yuxarı riyaziyyatdan məqalə yazıldı. Yeni bir, nəsə da, yeni bir fikir. Hər bir məqalədə də azdan çoxdan yeni bir fikir olmalıdır, elə deyil. 400 məqalə hərəsində 4-5 səhifədən vuranda 2000 səhifə və həman 2000 səhifəni bir gün harını oxusun, maksimum 15 səhifə. O bir qırağa oxuduğunu başa düşəcəyini, riyaziyyatda o qədər inkişaf var ki, bütün yer kürəsində yazıla bilən, yazılan riyaziyyat haqqı məqalələri hamısını başa düşən riyaziyyatçı artıq yoxdur. Bu bir mənalıdır. Çünki istiqamət çox fərqli getdi. O qədər dərinləşdi ki, indi nə var? Artıq bilgi istehsal edən yox. Bilgilər arasında rabitə yaradan, ünsiyyət yaradan, fənlərin dostluğunu yaradan, bir-birindən küsmüş fənləri, tarix, coğrafiyadan küsübsə, bunları barışdıran bir qurumlara ehtiyac var. Yəni, universitet arasında bilgi istehsal edən, bilgilər arasında bu dostluqlar yaradan müəssisələr olsalar, məkanlar olsalar, o zaman isə daha cazibeli gələcək və gələcək. Həqiqətən də ortada daha fərqli bir şey var. Sual nə idi? Orta məktəbdə. Məsələn, mən orta məktəbə gedəndə hər gün riyaziyyat müəllimi döyülürdüm daha. Hər gün. Bu, lazım şagird olmazlar. Yox, məsələn, bu yol məsələləridir. 2-ci sinifdən 3-cü sinif bu saatı nə vaxt keçirlər? Əqrəb belə olanda 2-25 dəqiqə alıbdı. Onun üçün məndə saatim yoxdur. Mən əqrəb belə olanda 13-25 olanda buymuş, 13-45 olanda buymuş, əqrəb burada olanda beləmiş. 2 qalıbdır, yoxsa 1-ə mi qalıbdır? Bu nətər bilələri? Bunlar mən keç başlayışdım. Sonra yol məsələləri. A şəhərindən çıxan avtobus. Oxuyuram. Mən nə cür bu ifadəni qurum? Mən nə cür tənni qurmasın? Orada bir bu bərabərli zıqqımı keçməlidir da orada. Mən bunu qura bilmirdim. Müəllimin izahını başa düşmürdüm. İndi ki, qura bilmirdim. Ya mən geri zəkalı olmuşam, ya da ki, müəllimimizin öyrətmə potensialı çox da olmuyubdur. Yəni, tənni qura bilmirdim. Mən öndə beşə cüccədən saçından tuturdu, arxa partiya, daran. Əsr var. 5-ci, 6-cı sinifdə adam biraz da qırıcı olur da, sinifdə qızlar da var adı. Təzə ibtidaiydi. Təzə ibtidaiydi, 6-7 yol məsələləri. A şəhərindən çıxan avtobus 5 şəhərinə, A şəhərinə də, Allah lənət eləsin 5 şəhərinə də. O avtobus üstündə, Yəni? Bir filmdə görmüşdüm, axırda gördülər, həll eləyə bilmirlər, götürürlər bir dənə şəhərdə maşından 80-dən çıxırlar. Elə? Yəni, o ifadəni qurmaq, məyərsə çox sadəmiş. Məyərsə çox sadəmiş. Demək ki, əslində bir şeyi bir uşaq başa düşə bilirsə, bunu yer kürəsindəki bütün uşaqlar başa düşə bilər. Bir şey var, bir cümlə keçdi. Bunu sən başa düşdün. Əmin olur ki, yer kürəsindəki hər kəs başa düşə bilər. Hər kəs istisnası, hər kəsdə 124 milyard beyin var da, neyron var, 124 milyard neyron var, hamı da eynidir da. Sadəcə bunları, yox bu, 3-cü qrupdur. Yox, bu bildimi, mərkəzlər ola bilər ki, biri passivdir, biri aktivdir, bunu bildik. Yoxsa Allah qurban olun, məni anamın qarnında yaradanda demədi, bala, sən get, 1-ci qrup üzrə hazırlar, sən beynini 1-ci qrup üzrə düzdün qoşdun deyib, belə göndər. Elə deyil. Heç şimdi öyle. Sonra hələ dönənə qədər bizə elə öyrədirdilər ki, sanki 3-cü qrupa hazırlaşanlar riyaziyyatı sevmir deyər və riyaziyyatdan başa düşmür deyər, riyaziyyatdan zəifdir deyər. Amma sonradan məlum oldu ki, riyaziyyatda beyində hansı mərkəzdədirsə, 3-cü qrupda oradadır, eyni mərkəzdir. Ona görə də riyaziyyatın içərisində girəndə ruhən şair, ədəbiyyatçı da olmuş olursan. Bu bir mənalıdır. Yəni elə deyil, bizi yanlış yönləndirlər, yanlış bildik. Hər 3-cü qrupa, düzdür, onlar riyaziyyata qarşı sonra sevgisi olmur, amma o bizdən qaynaqlanır. Bəyanından qaynaqlanır ki, bəyanan onu öyrədə bilmədi demək ki, və sevdirə bilmədi, izah eləyə bilmədi daha. Elə deyil. Yəni nəticə etibarilə məktəbə heç sevmədim. Şəhərə gələnə qədər Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri
Getmişsiniz de yəqin ki görmüşsünüz. Hə, Burada iki bax, sene. orada bir orta məktəbə gəldi. Orada yenə də belə çox şey olmadı. Bir dəfə dərsdən müəllim sual verdi. 9-cu sinifdə. O Çevrə radiosu nə idisə. Ən yaxşı oxuyan şagirdimiz belə cavab verə bilmədi. Nə hikmətcə bir yerdən ilham gəldi. Mən dedim. Bədim dedi düzdür. Gəl yaz bəyəm. Mən hər şeydə çoxdum yazdım, bir genə gəldim. Vaxt üstünlüyü. Hə, sonradan baxdım ki, məyərsə sən də anlaya bilərmişsən bəyəm bu riyaziyyatı. Ondan sonra bir neyron oyandı, o birisi neyronlara siqnal göndərdi. Azdan çoxdan və parlaq azdan çoxdan yaranmağa oldu yəni. Yox, həmin 9-cu sinifdən başladım. Hə, İşimi oradan gördüm. bəli. Yəni, riyaziyyatda olan sevgi oradan oldu. Bəs Bəhmən müəllimə eləyən xüsusiyyətlər hansılardır? Ya da tələbələrin dilindən, şagirdlərin İndi burada içindən şey var. dilindən Bəhmən mənim yəni sanki mən çox müsbət birisi olaraq çıxır. Yəni sıradan bir müəllimdir. Yəni Bəhmən müəllim deyəndə yəni iltifat kimi çıxır bu cümlə, hə Şəbnəm? Yəni Bəhmən sanki möhtəşəm bir müəllim deyil, sıradan bir müəllimdir yəni. Yəni şagirdlərinizlə, tələbələrin dilindən siz necə təsvir olunursunuz? Onu YouTube'a girəndə, girəndə, o TikTok videolarına girəndə altına rəylər yazırlar. Sumqayıtda olan videonu paylaşırlar, altına millət tap bataraq yazırlar. Buna universitetdir, buna rəqsdir, bu müəllim hara, oynamaq hara. Sanki bunlar elə bilir ki, universitet mühitində ancaq belə kitab, bir də lövhə. Elə bilirlər ki, sanki tələbə gələndə universitetə, indiki tələbələr tamam bildirməyə, valideynlər o cür bilir. Amma millət bilmir ki, tələbə demək artıq bu bir gənc kadr deməkdir da. Bax, elçi geçsək, evlənəcək adamdır. Amma indi hələ ki subay, deyil mi? Bu bir ailə başçısı kimidir də, yəni sən ona oturub da sadəcə dərslə sən onları şey elə bilməzsən ki, bu uşağa orta məktəbdə bir balaca hirslənə bilərdin, uşaqın belə sakit dura bilərdi, amma universitetdə ona hirslə bilmirsən atın. Yəni mütləq şəkildə bir, məsələn, indi bax tələbələr orada oturub, düzdür, onlar qulaq asırlar, mən danışıram, mənim yuxum gəlmir. O milyonları bu deyildi. Yəni orada kim oturursun? Bax o partada kim oturursun? 70 yaşlı, Respublikan professorunun yığın, gətirin orada seminer verin professorlara. Əmin olur ki, 10 dəqiqə sonra bir professor, oradakı professoru bir şeylər olacaq. Üç adam yuxusu gəlir. Qıraq taşıyanda bir padırqasını belə deyəcəkdir ki, niyə adam yuxusu gəlir? Mən ayaq üstə, amma ona görə də normalda Sokrat bütün dərsləri ayaq üstə keçirmiş. Ayaq üstə. Biz gəlirik, şagird oturub, müəllim ayaq üstə, müəllim oturmaq olmaz. Amma şagird olurlar, halbuki şagirdlər də ayaq üstə durmalıdır. Tələbələr də yiyəcəksə qalxmalıdır, çünki adamların bir şey olur da, beyin yorulmaz heç bir zaman. Yorulma fizik olur. Yəni beyin əslində, yatanda belə beyin maşında işləyir, yuxu görür. Niyə? Bax işləyir da, yəni dayanmır. Dayanırsınız da. Yəni sadəcə işin içərisinə ruh qatdığın zaman, sən dərsə girdiyin zaman, baxırsan dərsə girirsən. Mənə indi bir şey anladım ki, bu ballar var, 200 bal. Neçə balla qəbul olmuşsunuz? 400. Bax, 550. Bax, 200 balla girənlər də olur, 150-dən də girənlər var, 250 də vardır. Eyni ixtisasın ingilisli sektoru da var. Eyni ixtisasın kimyası var, fizikası var. A sektor, ingilisli sektor. Baxın, hətta bir dəfə dedim, mən bunu təcrübə edəcəm. Bir dənə anekdot danışıyorum. Bir dənə espri edəm, tutaq ki, düşlər demiş. 250'ler ayrı cür reaksiya verir. Kimyada oxuyanlar ayrı cür gülür. Fizikada oxuyanlar ayrı gülür. Az sektorda oxuyanlar ayrı gülür. Bəziləri oxur ki, sən danışsan, tutarırsan belə. Yəni gülmür. Tezi çıxdı, niyə deyil? Hə? Tezi məsələn çıxdı. Tez nə? Yəni də tezisi çıxdı. Hə, yəni bunu bir araşdırmaq lazımdır. Həqiqətən ciddi şeydir, yəni bir şeydə də ortaya qoyub bir niyə bu ixtisasın insan xarakterinə təsiri varmı görürsən? Kimyaçılar ayrı cür olur,
Fiziklər ayrı cür olur, riyaziyyatçılar tamamilə ayrı cür olur. Eyni ixtisasın ingilis dili ayrı cür olur, eyni ixtisasın az sektoru ayrı cür olur. Yəni bir dənə espri deyirsən, bir şey deyirsən, ha, bu üçün yıxılıb yerə gülməyə. Bəzi siniflər eyni anekdot, onu anekdot danışmağa da qorxuram. Danışmaq sevmirim ümumiyyətlə. Espri çox eləyirəm. Hə, espri çox eləyirəm. Amma anekdot danışanda biraz qorxa, ay bir də gülməz də. Vallahi, amma bir də gülməz bir ad olarsan, qoyursan. Ayrıca birinci hissəsindən sonra bir espri edim görmənə, kim tutacaq bu şeyi? Və ya da ki, dönənə bir dənə şey elədim, bir dənə cümlə dedim. Bax, yine eyni qrupda həm lojistika, beynəlxalq ticarət, həm mühəndislik, həm riyaziyyat birinci kurslar. Bir də digər ixtisaslar, bir də sabah qrupları var. Orada ki, tələbələr var. Bir dənə cümlə deyirəm ki, İnsanlar 3 qrupa bölünür, saymağa bacaranlar və bacarmayanlar. Geride ortada o sayımız. İnsanlar 3 qrupa bölünür, saymağı bacaranlar və bacarmayanlar. Özüzdə özü. Aa, sayılmaz. Yəni mən saymağı bacarmayanlar sınıfındanım. Tutduq mu? Yok. Yok. Yani bir esprini sırası anlamında tutan insanlarla, bak mesela adamın dostluğu daha şey olur çünkü avtomatik darın bu ucu başka bir şeydir de başka bir şeydir. Tutabilir yani anında söhbəti. Bəziləri tutur, mənim. Bəziləri də sizin soruşduğunuz kimi soruşur. Mənim üçün sonu. İnsanlar 3 yerə bölünür, saymağa bacarırlar və bacarmayanlar. İndi bir də bu hər dəfə Hələ üçüncü saatlar. Şəhərəm, sənə şey dəsən, üçüncü saatlardadır deyə onu fikirləşsin. Yəni, baxın, işin içərisində ruh qatmaq ayrı bir şeydir. Bax, məsələn, o günləri bizim bir kitab, bir dəftər tapdım. Artıq bir şəhərəm 1998-də universiteti qutarıb birinci məzun olaraq göndərdilər məni Şəkiyə. Şəki, mən Şəkiliyəmdə bilirsiniz. Bənə? Vazgeçin akçam olmaqda mən Şəkiliyəm. 4 il Şəki çörəyi yemişik. Orada bizim İpək kombinatının dibində məktəblər var idi, Yetminövrəli məktəbin dibində. Sonra yuxarıda da lisey var idi. Şəkidə, bəli, Şəkiyə getdim. Orada bir dənə dəftər tutmuşdum, qalın bir dəftər. Neçə il edir? 25, 2 də oradan. 27 il bunun qabaq yazdım, dəftəri tapdım. Kitabçada belə qalın bir papqadı, içində nələr var, nələr var, Orada, baxın, indi bu dəqiqə şeylərdən, məsələn, cümlələr, əsas oradan cümlələr deyib baxırsan ki, yazmışam cümlə, bu gün Zaqatalaya getdim, bu gün Qaxa getdim, bu gün Balakənə getdim, oradakı təhsil şöbəsinin direktorlarına görüşdüm, Pula məktəbə getdim, direktorundan sonra çay içdim, bu ben adım yazırdı, filan kəsin valideyninin evinə getdim. Yəni, mən dərs dedim, uşaqların valideynlərinə mütləq şəkildə çay içməliydim, evlərinə getməliydim, Qaxdan mı qalır, Qaxa qədər gedirdim, Kətdən mi qalır, ora qədər gedirdim. Yəni, mən bilməliyim ki, bu uşağın dərdi haradadır daha, bu mən dərsimə gəlir. Bu uşağın cibində pulu varmı, yoxmu? Tələbədə də, nə olsun tələbədə yəni? Tələbə ac gəlib, suz gələ bilər, deyil mi? Tələbənin dərdi ola bilər də, aşıq olubdur. Və ya stresdən sevgilisi yox deyil bunun. Və ya ayrılıq, depresiyadan da kişi var az. Və ya sən indi lövfən qabağında donmalamış. Ha, limit belə gəldi, integral belə getdi. Onun heç vecin olmayacaq, belə deyil. Sən nəyə öz enerjini israf edirsən ki, varım? Və ya da ki, sən nə bilirsən ki, bunun ailəsindəki problemləri nədir? Bax, 150 min müəllimlik deyil mi Azərbaycanda, orta məktəb deyil, mən universitetlərə qatmıyorum. 150 min nəfər, 150 min nəfər müəllim, hərəsi bir dənə şagirdi, bu cür kəşf eləsə, problemli olan bir şey kəşf eləsə, onu şey eləsə. Bax, bugün bizim sinifdə həm həkimlər var, həm kimlər var, mühəndislər var, həm də bizim sinifdə qatillər var. Həm də bizim sinifdə bir nömrəli potensial cinayətçilər var. Hardan çıxır onlar? Andromeda galaktikasından xüsusi göndərilir ki, partaların arkasından çıxmışlar, elə deyil. Bugün kriminal verilişləri dolubsa, hardan çıxdı ki, Bəhmanın tədris elədiyi sinifdən çıxmadı. Demək ki, Bəhman düzgün şey eləməyib daha, elə deyilmi? Bəhman
indi düzdür. Təhsil sistemi deyirlər, təhsil nazirliyi, amma bəlkə daha qəşəngdir, Maarif Nazirliyi, ancaq bilgi güclü, bilgi. Yəni deyir ki, təhsil sadəcə cəhaləti yox eləyər. Nə eləyərmiş təhsil? Cəhaləti yox eləyər, amma eşşəkliyi əbədi qalır. Yəni, sən ona həldə tutaq ki, öyrət, riyaziyyatdan limiti bu mükəmməl bildi, inteqrasiyada mükəmməl bildi, nə bilim, tarixdən sökür, dağıdır, biyologiyanı mükəmməl bildi, həm nə olsun? Nə olsun, yəni, bir şey dəyişmədi, elə deyilmi? Amma elə olmadığı müddətcə, yəni, hər kəs, hər birisi bir dənə şagirdi belə möhtəşəm yetişdirdiyi müddətcə, avtomatik olaraq bu saylarda azalmış olacaq da, elə deyilmi? En son başka bir fikir diyecektim. Görsen neyronlar arasında rabitede de bende problem vardı. Fikir dağılır böyle. Başka bir şey diyecektim ama buna geldi çıktık. En son sual neydi? 2-3 cümle kabak ben neden danışırdım? 3-4 cümle kabak. Bak valideyn ziyaretleri dedim. Bak valideyn ziyaretleri mesela gittim. Yani bu uşağın evde mesela birisine gitmişim tutaq ki ata madde düşürülmüş bağımlısıdır. Boşanma ərəfəsindədir, evə gəlməməlidir qanuna görə. Amma yenə də evə gəlir atası tutaq ki, dava qırğım oldu. Mən bilsəm ki, hər zaman mən ölüm təhlükəsindən qarşı-qarşıyayam və ya da ki, mən evdə dava qırğım, o uşaq nə dərs ola bilər, nə uşağa bir şey ola bilər, uşaq da avtomatik olaraq o mühit yetişənə deyir ki, hər şey belə olmalıymış kimi, elə deyilmi? Və ona görə mən oraya yazdım ki, filan valideynin evinə getdim, filan valideyndən çay içdim, filan valideyndən belə. Hətta orada bir cümlə vardı, onu çəkəcəm, onu belə kameranı yaxınlaşdırıb bir yazacağım. Hətta yazmışdım ki, sabah şagirdlərin tualetini özüm təmizləyəcəm. Tamam mı? Baxın, bu belə şey kimi gəlmiş ola bilər. Amma işin ruhu başqadır da. Və ya da ki, onlar da yataqlarda qalırdı, mən də yataqlarda qalırdım. Səhər-səhər durub tutaq ki, şagirdin ayaqqabısını özüm silirdim. Universitetin 2-ci kursunda oxuyuram. Universitetin 2-ci kursunda oxuyuram tutaq ki, qapının ağzına şagirdlərimizə ayaqqabısı top elə şeylər var. Parıldadırdım, uşaqlar da dururlar. Bizim ayaqqabımız parıldayır. Yəni, silirdim. Mənə görə məmnuniyyət bu idi. Başa düşdün? Yəni, o formada. Sonra tutaq ki, sinifdə adları yazmışlar, onu da çəkirlər, paylaşımda görərsiniz. Məsələn, deyirəm ki, bundan bunu çalışdırdım. Bu buna öyrədəcək, bu bunu öyrədəcək. Sınıfın yarısı yaxşıdır, yarısı da biraz zəifdir. Bunları birləşdirdim. Sən bunu öyrətməsən evin yıxılıb alır. Bunu öyrədəcəksən. Və sınıfın hamısı yavaş-yavaş biraz daha yuxarı qalxdı. Və şagird də öyrətdiyi zaman öyrənir. Məsələn, mən əminəm ki, birinci kursda başa düşmədiyiniz bir mövzunu, üçüncü kursda bu məyəsə nə qədər sadəmiş, mən nə qədər gerizəkəliyim, mən elə bunu belə başa düşdüm. Çox sadəmiş məyəsə bu. Dediyiniz olub, olmuyor? Olubdur. Yəni birinci kursda mən bunu başa düşmədim. Yəni uşaqlar da o cür. İzah etdiyin zaman sən bilirsən ki, sən bunu mükəmməl bilirsən. Və yaxud izah eləyəndə sən izah eləyirsən, bu başa düşmür. Bilmirsən, onu belə vurarsan təpəsindən, yoxsa nə haləsən ki, bu uşağı başa sala biləsən, cümlələri belə qurursan, həm də özün inkişaf edirsən ki, məyərsə mən bu şəkildə desəydim, daha tez başa düşərdi. Yəni, ən gözəl öyrətməkdir. Həqiqətən elədir, yəni. İndidən, məsələn, tələbələrimizin bir YouTube kanalı var mı? Yoxdur, sən yoxdur. Hayır, sor. Və yaxud da ki, Instagramda, tamam bildim, Instagramda şəkilləri paylaşdınız. Bizim xanımlarda, qızlar da ilk dəfə Instagram səhifəsi açanda birinci ayaqqabısını çəkir, sonra sağ olunun, sonra sol olunun. Sonra yox, əlində belə arxadan uzadım, arxadan çək, davam belə. Sonra da 15-ci şəkildən sonra yavaş-yavaş üzə çıxıb ki, bu mənəyəsə, bu mən imişim. Yəni, Instagramda da məsələn özünüz aid, ixtisasınız aid, maraqlı bir paylaşım eləyin, maraqlı qeyri-adi, cazibəli, yaradıcı. Məsələn, bir hadisə vardı, tutaq ki, o hadisənin aidiyyət şürəsində nə vardı? Bütün kitabları qarışdırıb onu, məsələn, bir əzəldə danışdım, məsələn, tarixçalar, məsələn, bir Alparslan hadisəsini möhtəşəm bir şəkildə. YouTube'da da videolar olub da, onları indir, danış, sonra ortaya bunu qoy, ortaya bunu qoy. Bir 7-8 dəqiqəli, 3-4 dəqiqəli maraqlı bir şey və maraqlı bir sual. Keçən dəfə sual veriblər Türkiyədə.
iki rəqəm arasındakı ən kiçik fərq neçədir? İki rəqəm arasında fərq ən az neçədir? İki dənə rəqəmdir, arasındakı fərq ən az neçədir? Baxın, çox sadə bir sualdır. Amma o tərəfdəki Türkiyədə yaşayanlar 1600 mü, 1700 mü rəy var idi, 1600'ü, 1500'ü yanlışdır. Və mikrofon da uzatdıqları da tələbələrdir. Yəni, oradakı təhsil də ümumiyyətlə bədbaxt olub gedibdir. İki rəqəm fərq. Bundan bunu çıxanda ən balaca olması üçün bunu ən dıngılı, bunu da ən yekə götürsən, çıxanda ən balaca olacaq, elə deyil. Ən dıngılım 0'dır, ən yekində 9'dur. 0'dan 9'u çıxıram, olur mənfi 9'da. İndi orada yox, fərq belə olmamış, o belə olmamış. Yəni, riyaziyyat da biraz daha niyə çox sevirəm? Riyaziyyat, məsələn, mən riyaziyyatı niyə seçdiyimi bilmədim. Valla, mənimlə seçəcəkdim, amma riyaziyyatı niyə seçdim? Onu hələ də düşəm ki, ay Allahım, mən onu niyə seçdim görəsən? Həmin vaxtda nə olmuşdu ki, mən onu seçdim? İlham mı gəlmişdim? Hardan gəldi o ilham? Şimdi mənim beynimə qoydu ki, məyəsə riyaziyyat. Bəlkə də bütün fənlərdə riyaziyyat var deyə, bəlkə də hər şey riyaziyyatdan asılıdır deyə, bəlkə də riyaziyyata nifrət edirdim deyə ki, bunu möhtəşəm bir şəkildə eləyək deyə, öyle də bilmən üsullarını araşdıraq deyə. Amma nə hikmətsə, riyaziyyat düşünmənin ora bir poz ver, görmədən, ona bir poz ver. Bax, riyaziyyat düşünmənin təməlidir. Düşünmənin gücü riyaziyyatdadır. Kimyası daha sonra, fizikası daha sonra, biyologiyası daha sonra. Amma düşünməyimizi inkar etmək, o da sizin orta metrdə gördüyünüz o cicik düsturlar deyil ha. Yox, mühtəsə vurma düsturları, anam qoboy çakkavallarına verir uşaqda bilmir ki, burada bir usulü pilusuydu. Mən də bilmirdim ha. Ona mən burada pilusuyum. Estağfurullah, bir dakika kitap var. Burada niye pilusuydum? Ama onun mahiyyətini öyrətsən zaten uşaq tutacaq ki, burada niye minuslu da? Buna səbəbi buymuş məyərsə. Və yaxud da ki, iki mənfili bir-birinə vuranda niye müsbət edir? Aramızda da son onun isbatını təzə bildim ha. Yer sürəsində bir dənə isbat həm İzahı şeydir, yox, inkar qanunu, yox, mənfi, yox, yerdən qazdan bu çıxdı, bu borçdur, bu nə bilim bizim alacaqlımızdır, bu verəcəyimizdir. İki mənfi ədədin hasilə niyə müsbətdir? Yəni, nə olar ki, bunu biz uşaqlara orta məktəbdə keçə öyrədə bilsək? Bir dənə isbatı var daha. Həm bir sözlə izah, bir də var ki, ispat prosesindən uşaq qarşılaşsın və bir uşaq da bir ispat, riyaziyyat gözəldir, niyə bir şey hər zaman deyirəm? Bir şey doğrudursa, onun doğruluğunu ispat etdiyinə görə gözəldir və salam, bitdir. İspat, sübut eləmək, qarşıdakı insanın gözünə soxmaq, değil mi? Bakın, bunun üçün riyaziyyat çox möhtəşəmdir. İspat prosesindən qarşılaşırsan orada. Sual, başqa? Vallahi, yadından çox sadə. İki sətirli belə isbatı var. Məsələn, riyaziyyatda ispat üsullarından var, hər dəfə deyirəm, analiz var, sintez var, bir də ən çox sevdiyim əksinə fərz etməklə ispat. Əksinə fərz etməklə. Bir şeyin əksinə fərz edildiyin zaman yaradıcılıq ortaya çıxır, kreativlik ortaya çıxır. Məsələn, şərlə bir misal ver, əksinə fərz edək. Bizim, bax, müdürümüzün, direktorumuzun, bax, burnu ilə qulağına yerini dəyişirik. Skamber texnikası var da, skamber. Nədir? Substitute, yerinə qoymaq. Modify, magnify, minify, böyütmək, balacalaşdırmaq, eliminate, eləmək. Məsələn, yer dəyişirəm. Adi bir misal, burnumuzun, qulağımızın yerini dəyişdik. Nə baş verdi? Yemək yer bəhman. Burnu burada deyil, buradadır. Hər dəfə qaşığı apar. Adam işgəncə olmazmı? Və yaxud da ki, yemək yeyirik, ləzzət almır. Antrikot yeyirsən, kabab yeyirsən, antrikot. Ağzını soğandı mı? Və ləzzət almırsan. Əgər biz yemək yediğimiz zaman ləzzət almayacaqsa, gündə 3 dəfə o işgəncəyə kim dözər? Dözərsən onu, amma indi yemək vaxtı çıxıb tez, çay içsən ləzzət almırsan, yemək yiyirsən ləzzət almırsan. O işgəncəyə kim dözər? Heç kim. Və bu gündə də 3 dəfə baş verməlidir. Gündə 3 dəfə Allah qurumunu sizə bir işgəncə verəcəkdir və bir ömür boyu davam edəcəkdir. Demək ki, hansı
hərəkətdə ardıcıllıq, məcburilik varsa, orada mütləq şəkildə ləzzət var. Ləzzət qoyulub o işin içərisinə. Yoxsa evlilikdə ləzzət olmasaydı, kim evlənərdi? Hansı ki, səkalıb bir xanımın dalına düşərdi ki, mən sənə tanış olmaq istəyirəm. Yəni, analıq duyğusu belə ləzzət olmasaydı, uşağı qucağına alıb saxlayanda o bir zövq verməsəydi, uşağı aldım qucağına, tulladım şimdi. Kim evlənərdi? Demək ki, davamlılıq istəyən şeylərdə mütləq şəkildə ləzzət var. Və hansı proses ki, davam olmalıdır, o avtomatik olubdur. Məsələn, nəfəs alırsan. Nəfəs almağımız insan unutqandır da, filan kəs öldü, niyə nəfəs almaq yadına çıxır? Görün, avtomatik qoşur, avtomatikdir. Bilir ki, Allah bunun bu bədvaxtdır da, yəni unudacaqdır. Ona görə da neyim, mən bunu avtomatik edeyim. Və yaxud da ki, ürək vurur. Və yaxud da ki, nə bilim, nəfəs alırıq. Nəfəs alır, yadımızdan çıxdı və gözünü tutub görməli 2 dəqiqə. Avtomatikdir. Yoxsa yadımızdan çıxsa gözümüz tamamilə xarab olur. Gedəcək, yəni hansı prosesdə, hansı proses içərisində davamlılıq olmadan o həyat təhlükə keçəcəksə, o proses nə olubdur? Avtomatikə qoşulubdur. Yoxsa ürəyim, ay Allah, ürəyimi vurdum, yazma çıx başımadan, ürəyim vurmadı, ölür. Deyil mi? Yəni, bu davamlılıq şərt olan şeylərin içərisində həm də ləzzət var. Əksinə fərz edirəm də, elə deyil. Əksinə fərz edirəm, hər dəfə deyil. Durmadan da deyil, o misallar artıq verə-verə millət də yoruldu. Yəni, bir şeyin əksini fərz etdiyin zaman, məsələn, tutaq ki, bura gəldik. Bura gəldim, göydə tutaq çeşmə gələndə, baxmadım günəş çıxmışmı, çıxmamışmı. Çıxmışmı günəş? Heç vecim olmadı. Amma Bəhmaq xırdalandan çıxıb bura gələndə, təpəsində 1000-ə yaxın günəş görsəydi, 500 dənə günəş. Diqqət çəkməkdən əlavəyə, Allahu Əkbər, Tövbə yardım ki, şurada elanır. Bir qələt elədim. O teyyarəyə deməsin, Naxçıvanda teyyarəyə gedəndə teyyar o türbülansa cicir. Amma iman edəcək. İman cəhənnəmi. Bildiyini oxumursan, bilmədiyini. Yəni, yerdə maşın harasa dəyib dayanacaq da. Bu havada dayanacaq yox da, sağa basaq eləyək, olmasa dayanaq remont eləyək, yoxdur. Yəni, haradan gəldik, əksini fərz etmək, yəni bir şeyin alışdığının kənarından çıxmaq, alışdığımızın şeyinə, baxın, bütün yaradıcılıqlar, bütün kreativliklər burnunuzun dibindədir. Amma siz burnunuzun ucunu görürsünüz. Mən burnumun ucunu görmürəm, görün var mı? Görürsünüz? Yox. Bəlkə belə nəsə orada bir çıxıntı qalır ki, orada nəsə vardır. Yəni burnumuzun ucudur, amma biz burnumuzun ucunu görmürük. Əslində alışdığımızın kənarına. Bax, məsələn, misal da aparıblar, misal təcrübə. Yəni bir qurbağanı belə yan çeliblər. Qurbağanı qoyurlar soyuq suyun içərisinə, bir qazının, bəli, yavaş-yavaş onu suyu qazın üstə qoyub, suyu qızdırırlar. 5 dərəcə, 10 dərəcə qurbağa deyir, bir şey üzür. Gəlir 90 dərəcəyə, yox, iş nəsə bir problemdir, yenə də canım heç ağlına belə gəlmir ki, nəsə ola bilər də, refleks, avtomatik alışır ona. 90 dərəcə, 100 dərəcə olanda qurbağa ayaqdan qaldırır ki, getdi. Amma 100 dərəcəli suya sən qurbağanı qıraqdan göndər, qurbağa avtomatik diksinib, çevirib qırağa tullanacaqdır. Niyə? Niyə əvvəlcə bu ağlına gəlmədi? Çünki ona alışa getdi. Biz əvvəlcə tələbələrimizə məsələ odur ki, bilmirəmlə başlasınlar. Bilmirəm. Demək elmin yarısıdır. Bilmirəm. Ən axırınız dəfə aranızda bilmirəm deyən eşitən oldu mu heç? Yox, biz elə bir millətdir ki, hər kəs hər şey bilir. Facebookda elə, məsələn, adam Facebookda corab deyirsən, corab haqqında bir post paylaşır, pırt deyirsən, pırt haqqında bir şey paylaşır, zımbırtı deyirsən, zımbırtın haqqında bir şey paylaşır. Yəni, hər şey bilir da. Müharibə deyirsən, Trump'ın nəsə bir şey oldu, onu paylaşır. Yox, Ukrayna'dan falan şey belə olur. Yəni, nələr bilirim, paylaşa bilərsən, fikir bildirə bilərsən. Amma sən hər şey bilə bilməzsən, aferin. Bilə bilmərsən, bu sənin taqətinin üstündədir.
taqətinin üstündə olan bir şey sən bilə bilməzsən. Və bilmirəm demək, baxın, yəqin ki, müsəlmansınız da. Müsəlman olanlar əl qaldırsın, görmürəm. Aha. Aha. Agnostik təzə bir terminlə çıxıb, agnostik, magnostik. Hə. Baxın, Yazıqlar İslam dininin, bax, Peyğəmbərin sünnəti deyirlər də, sünnəti. Peyğəmbərimizin halı, əhvalı, feili, ağzından çıxan cümlələr onun sünnəti deyirlər. İslam dinin birinci başladığı söz verirsiniz, nə deyim? Bilmirəm. Bilmirəm. Gəlir ona deyir ki, oxu. Qarşılığında mən bir şey deyirəm və mənlə başlayır İslam dini. Mən deyirəm, bilmirəm. Dininizin təməli bilmirəmdirsə, sən bilirəm də bir şeyə başlayanmazsan. Yəni, bilmirəm. Ən məşhur, tutaq ki, məzhəblər var da. İmam Malik deyirlər, Əbu Hənifə deyirlər. İmam Malikə gəlib deyirlər ki, 40 dənə sual verirlər. 37-sinə bilmirəm deyir. O bunu deyirsən, nə böyük alim olaraq şey deyirsən, böyük olan bandığım budur. Qırıqda sən tərifləyirəm. Böyük işlə çıxıb getdilər ki, Malikə 40 dənə sual verdim, 37-nə bilmirəm dedi. Yəni, bilmirəm da, bilmirəm. Elə deyil, bilmirəm. Və ya da ki, Yahudilər Tövratda oxuyurlar ki, filan Peyğəmbər gələcəkdir, filan şey olacaq. Onlar çox qəşəng, bizdən də qəşəng bilirlər. Gəlib ona 10 dənə sual verəcəksiniz. Gedin deyirlər ki, Məhəmmədə 10 dənə sual verir. 8-inə cavab verəcək, İkisinə bilmirəm deyəcək. Əgər ikisinə bilmirəm desə, bilin ki, o həqiqətən də Peyğəmbərdir. Və Yahudilər gəlirlər, 10 dənə sual verirlər, 8-inə bilmirəm deyilir. O birisi suallara da soruşulan, soruşulandan daha çox bilgili deyil. Elə bir cavab verilir və cavab verilir. Yəni, hər şeyi biləcək deyəm, bəzi alimlər olur ki, çox nadir qapısına yazıb ki, burada heç bir sual soruşulmur, amma bütün suallara da cavab verilir. Bəyəndən elə bir qabiliyyəti var mı? Duxu var mı? Bəyəndən qapısına yazsın, burada hər şeyə cavab verilir. Yox, müdür gələcək ki, elə bir sual verəcək, bəyəndən gələcək. Amma çox nadir alimlərdə var ki, qapısına belə bir çəkinmədən də bu cümləni belə yazıblar. Burada bütün suallara cavab verilir. O formada, o artıq bizim bildiyimiz insanlar yoxsa insanüstü bir varlıqlar mı? Yəni, ola bilər də, yəni elə bir potensiallı bir insan da ola bilər. Amma nəticə etibarilə bilmirəm demək elmin yarısıdır. Bilmirəmlə başladığın zaman sən bir şey ki bilirsən, məsələn, o bir dənə hadisə var, müəllim gəlir, lövhəyə bir dənə sual yazır, uşaqlar sual yazır, altına yazır ki, bunu hələ heç müəllim eləməyib. O birisi uşaq da gəlib baxır, o cümlə görmür, deyir ki, müəllim bunu ev tapşırığı kimi verir, gedir 15 gün, 20 gün onun həllini gətirir, müəllimə göstərir, müəllim də deyir ki, bu hələ indiyə qədər həll olmamış bir sual imiş. Demək ki, kimsə bilir ki, əgər mən bilsəm ki, bu həll olunmazdır, bunun həlli yoxdur və mən onu həll edilməyəcəm. Amma kimsə onun həll olunmazlığını bilirsə, o onu həll edir. Bildik? Yəni, məsələn, tutaq ki, məşhur riyaziyyat var, Kolbach nəzəriyyəsi var. İxtiyari bir cüt ədəd, 2 sadə ədədin cəmi kimi göstərilə bilər. Məsələn, bir dənə cüt ədəddə görmərəm. Yox, bir də yekə dedə. 36, 38. 38 2 sadə ədədin cəmi şəklində göstərilə bilər. Köməklə görməli, 38, 19, 19. Başqa alternativ var mı? 19-17 kimi. 36, 19, 17 kimi. Sonra 11-dən 17 toplamda 28. Amma ixtiyari cüt ədəd. Başqa bir dənə deyil? 62. Başqa 60, 64 məsələn tutaq ki. 64, yenə içərindən 2 dənə sadəni deyəcək tabada. 62, 31, 31-dən gedəcəkdik, hə? Bax, məsələn 64, de görüm hələ, 2 dənə sadə. Olmadı. 31, 33 sadə deyil. Yəni, bu bir nəzəriyyədir da, nəzəriyyədir. Niyə nəzəriyyədir? İspat olunmuyor. Məsələn, riyaziyyatçılara Nobel mükafatı, Nobel mükafatı verirlər də. Adı belə yadından çıxdı. Nə mükafat idi? Yox, riyaziyyatçılar o yoxdur da. O nəsə bir mükafatdır, adı məqsədə o cür seminarda demişdim onu. Nəsə riyaziyyatçılar da o isbata aid suallar verirlər. Hətta məşhur bir dənə Rus alimi bir dənə sualın isbatını verib ona $100.000
pul mükafatı verirdilər Amerikada, amma getmədi. Yəni 100 min dollar mükafat belə getmədi o mükafatı almağa. Yəni o millət böyüdü ki, 100 min dollardan belə şey, amma siz bir öz kökünüzə gələndə baxacaqsınız ki, Biruni 11-ci əsrə öz adını vermiş bir adamdır, 11-ci əsr. Hətta 1972-ci ildə belə Biruni əsri kimin, Biruninin ili kimin elə bir elədilər. Nə qalmışdı görəsən bir əsrə öz adını vurdururdu Biruni? Neynəmişdi görəsən? Adam bir kitab yazar, aparıb hökümdara verir, hökümdar ona bir fil ağırlığında qızıl verir. Yəni elə deyirlər də, bəlkə də böyüdürlər. Hələ fil olmasın, nəbə bir keçi qoyulur. Qızıldan gedir. Yəni, onu fili də çevirsən, fillə nə qədər olur? Ən balacası, ən dınqılısı belə 2-3 ton olsa belə, onun kilograma, qrama çevir, sonra qramın da bir indiki bazardakı qiymətinə bax, bir qızılın qramı nə qədərdir, bir 100 manat. Yəni 300 milyon mu eləyər, 200 milyon mu eləyir, 200 milyondan vazgeçən bir elm adamı düşünə bilirsən. Bəhmana demiş olsaydılar, Bəhman çoxdan tullamışdı o qızılın üstündən. Demək ki, ondan yəni böyük insana başqa bir varlıqlardır da, amma yəni ki, biz daha başqa, onlar daha başqa aləmin adamlarıdır. Fields mükafatı, o cür insanlara Fields mükafatı verir, 100 min mi, yoxsa daha bir rəqəm böyüdür, bilmirəm. Amma nəticə etibarilə, yəni bu nəzəriyyədə ispat yoxdur, yəni riyaziyyatçılar da ispat edir. Yəni Einstein nəzəriyyəli deyil, isbatı olmuyor. Onlar ki, nəzəriyyədən kənara çıxmıyor. Yəni nəzəriyyənin ispat şeyi ona görə bir-birinə fərqlənir bu mövzuda. Buyurun. Şagird, tələbə ya da müəllim olduğunuz vaxtda başınıza gələn ən gülməli hadisəni danışın. Nə olduğum zaman? Şagird, tələbə ya da müəllim. Fərqi yoxdur. Vallahi başıma gələn mən daha çətin suallar verdim, bir şey yadıma gəldim. Mən bugün deyirlər ki, mən orta məktəbdən bir hadisə danış. Mən orta məktəbdən, elə bir orta məktəb heç oxumamışam amma. Elə bir hadisə. Amma nənəmə deyirlər ki, bir dənə hadisə danış. Nənəm bir dımlı bir hadisə daha saatlarla bəzir, düzür, olmuşur ki, belə ətrafda bu var idi, günəş buradan çıxmışdı, nə bilən, filan belə əsirdi, filan, İndi mənə deyirlər, niyə onlarda o cür yaddaş möhtəşəmi idi? Diqqət möhtəşəmi idi, çünki adamlar düyü təmizləyirdilər, düyü. İndiki mağazadan alan kimi gətirir, suyun içərisində töküb şeyləmirdilər. İçində qarma-qarışıq şeylər olurdu. Bir təmizləyirdilər. Mama, nə qaysan düyü təmizləyirəm? O adamın diqqətini və ya hörürdülər. İndi xanımlara sorsam, hörməyə bacaranlar mı? Hörmə bacarırsınız, o diqqət artırır. Diqqət mərkəzi də burada prefrontal korteksdədir. Diqqət mərkəzimiz buradadır. Bura qanun getməsi üçün də o cür diqqət məşqləri eləməlisiniz. Keçən dəfə səhnədə elədim. Bax, məsələn, gəlin, görürlər, tələbələrimizin diqqəti nə cürdür. Gəlin, gözlərinizi yumun, sizə diqqət testi edeyim. Sən sadəcə bax gəlin. Ürəyinizdə min tutun görmədən. Sən də tut, müdürümüz də tutsun. Ürəyində min tut. Min? Min də sazın. 1, 0, 0, 0. Min tutdunuz, üstünə 40 əlavə eləyin. Sən də çək, video çək. Mən çəkeyim. 1000 tutduq, üstünə 40 əlavə elədik, üstünə 1000 əlavə eləyin, üstünə 30 əlavə edin, 1000 əlavə edin, 20 əlavə elə, 1000 əlavə elə, axırıncı 10 əlavə elə, 5000 alanlar əl qadırsın. Bax, oran çək, o tərəfinə kimi hamısı 5000 aldı, Oyan. Çaldın. 4100. Baxın, sinifin yarısı 5000 edir, yarısı 4100 dedi. Var o Instagram resim görməklər, ona görə. Demək ki, beynimiz bizi aldada bilər daha. Yəni, sakın aramızda qalsın. Mən də ilk dəfə bunu şeylərdə 5000 almışdım, sıkıntı yoxdur yəni. Ona qədər rahat olun. Beynimiz bizi hər an belə ortada qoymuş ola bilər. Məsələn, tutaq ki, sonra səbəbini də deyəcəm. Bax, yenə indi gözünüzü yumub, bax, hamınızın topdan fala baxacaq indi, hamınızın falına baxacaq.
Hə? Nereden fal bakmıyorum? Mən baxacam sizin falınızı özüm baxacam. Amma ürəyinizi oxuyacam. Gözlərinizi yumun yerə. Gözlərinizi yumun. Yandakı padurqaya çələmə pıçıldama. Bax, gözlərinizi yumdunuz. Ürəyinizdə 1-dən 10-a qədər bir rəqəm tutun. Tutdunuz. Onu 9-a vurun. Vurduq. Aldığınız ədədin rəqəmlərini toplayın. Topladıq. 6 almışsınızsa A hərfindən başlayır, 7 almışsınızsa Y hərfindən başlayır. Sən neçə almışsansa, hansı hərflə başlayırsa o hərfi düşün. O hansı rəqəmləri topladı, hansı hərflə başlayırsa, o hərflə başlayan yer kürəsində bir ölçü adı düşün. Səssizcə ölçü adını tapdınız. Ölçənin ən axırdan 3-cü hərfini tapın. Ən axıra get. Tapdınızmı 3-cü hərfini? Ən axırda 3-cü hərf. O hərflə başlayan bir Türkiyədə şəhər adını düşünün. Türkiyə Cumhuriyyətinə gedin. Türkiyədə bir şəhər adını düşünün. Səssizcə Türkiyədə bir şəhər. Tapdıq. Türkiyədəki şəhər adının bu dəfə başdan 3-cü hərfinə gəlin. Başdan 3-cü hərf. O hərflə başlayan bir heyvan adı düşünün. Çok basit oldu. İndi, bəli. Danimarka deyənlər əl qaldırsın. Hayda. Türkiyədən Rize deyənlər əl qaldırsın. Ama Rize deyənlər. Zebra zürafə deyənlər əl qaldırsın. Bəli. Hə. Dominik, onu bir kənə qoy. O xüsusi var. Yok 9 değil, 9 ile başladı. 9 ilə başlayır. Yox, 1-dən 10-a qədər hansı ədədi 9-a vurursansa, aldığın ədədə rəqəmləri toplayanda 9 olur. Hə? 6 değil. Sən neçə 9. 9'u 7 vur 9'a 63. 9 elədi. D ilə başlayır da. Aldığın ədədin rəqəmlərini topla. Hərfi olarak yazanda hansı hərflə başlayırsa 10 O hərflə başlayan bir ölçü. Ben aslında bu reisi görəndə başqa demişdim. Kətəmpilə ilə. Orada bu zaman. Səni bir söhbəti fırlayardın da. Söhbəti fırlamaq, bax, pedagogikanın birinci düsturu. Pedagogika görəcəksiniz da. Bax, pedagogikanın birinci düsturunu deyirəm. Pedagogikanın birinci düsturu ki, qanmadığın sualı lövhəyə yazma. Oldu? Birinci düsturu nədir? Qanmadığın sualı lövhəyə yazma. Yəni, uşaq hər dəfə dərsə girəndə sizi sındırmağa çalışan mütləq şəkildə uşaqlar olacaq. O sinifdə belə, özündən çox razı. Ümumiyyətlə, sinifdə sağ beyinlilər olur, bir də sol beyinlilər var da. Sağ beyinlər, uşaqlar həz mərkəzlidir. Onlar ancaq belə, müəllim bugün hava qəşəngdir, gedə piknikə, gedə həyətdə dərs keçək. Müəllim gedə həyətdə qəmlama ağaçların altında. Sol beyinlilər, onlar bir balaca belə, üz gözündən belə olan dərsə geçən kimi və ya da sən bilirsən, biraz anekdot danışasan. Müəllim, dərsə başlamayaq. İstərdim işin onlara baxar. Müəllim, sizin o gün dərsdə elədiyiniz sual səhv idi. Evdə getdim, bacım dedi ki, bəs bunun cavabı səhvdir. Bu nətər olur belə? Yəni, bilmirsən, həmin anda yumruğuna qoyasan, yoxsa... Yəni, sağ beyinlər var, sol beyinlər var. Sağ beyinlərə görə dərs keçsən, sol beyinlər gedib sənə direktora şikayət edəcək ki, Bəhman dərsi yola verir. Bunlara görə dərs keçsən, bu dəfə bunlar deyəcək ki, sinifdə bax, enişlərin qabaqda oturur. Arxada oturan Da Vinci'dir. Burada oturan Nizam Gəncəlidir. Burada oturan Sətər Bəhruzadədir. Newton arxadadır. Evklid ona bir qıdıqlayır orada. Ufaq onu arxada oturubdur. Michael Jackson da arxada oturur. Bəhman da girib sinifə.
Hə, bax, Bəhman da girib sinifə. Kimə dərs keçin? Şeirlə başlasan Nizami deyəcək, alqış. Fizikanı bak. Hə, fizikanı başlasan Leonardo başlayacaq, yəni ortaq məxrəcə gəlmək lazımdır. Ona görə də bastırılmış nəzəriyyə önəmli. Yəni, bastırılmış nəzəriyyə nədir? Sən bunun hamısını sinifdə elə bastırırsan ki, uşaq hiss eləmir. Ki, yeri gələndə bir his verirsən, yeri gələndə bir şey edirsən və yaxud da ki, uşaqları da sosiallığa qatırsan və yaxud da ki, o tipli uşaqları da sosial edirsən. Çünki hər şey kitab demək deyil ki, sən bu gün Avropa və Amerika magistratura gedəndə sizdən ancaq elə ortalamanızı istəməyəcək ki, 90 almışsan, hə, gəl bura yox, sizdən sosiallığınıza aid sertifikatları məsələn baraza görməyin. İndi düz deyək, hamı Facebook sertifikatla doludur, hamı sertifikat paylaşır. Və bir də uğurdan qorxmağa çalışın. Çox da belə uğurlu, belə uğur deyə bizim gəncliyimizi bədbəxt elədilər. Mən uğurlu olacağım deyə bizi bədbəxt elədilər. Uğur, ancaq uğur. Və uğurun tərifini əvvəlcə vermək lazımdır. Bir ata evə halal çörəyi aparırsa, o milli qəhrəmandır və salam, bitti, uğurludur. O qədər bəsidir. Yoxsa bizə Steve Jobs'u misal göstərirlər, nəyə qrupdansa şirkəti qrupdur. Nəysə bir zıqqımı qrup, amma adamın şeyi önəmli. İki dostdur, ha? Bir mən Steve Jobs'am, sən ən yaxın dostumsan. Şirkəti qurmuşuq, gəlir-gəlirdə yarıya bölməliyik. $1000 gəlir, yarıya bölürük, 500 ona, 500 mənə. 3-4 il sonra məlum olur ki, $50.000 gəlir olubdur. Steve Jobs onu gizlədik, $1000 deyildim. İndi burada kimsə mənə Steve Jobs uğurludur deyə bilər. O cür uğurlu olmaqdansa yeri dibinə girmək daha qəşəkdir. Güvən, şirkətdə güvən, iş yerində güvən, yəni mənə güvənib öz pulunu əmanət eləməyəcəksə, o zaman hansı uğurdan söhbət girə bilər. Hə, milyardlar olsun. Və onlar bizim Steve Jobs haqqında bildiyimiz, onun bizə bildirmək istədikləridir. Biz onlar haqqında heç bir şeyi, onlar üçün milyonlarla pul ayrılır ki, ancaq bu, yoxsun, kasını aldı əlindən getdi, falan yerdə oturdu. Sən qura bilərsən, sən qura bilərsən, pulla mükəmməl şeylər qura bilərsən. Amma uğur bataqlığı deyil, bizim gəncləri uğurun içərisinə tullaya bilməzsən. Uğur nədir görəsən? Əvvəlcə bunun tərifini vermək lazımdır. Möhtəşəmlərdir. Ümumiyyətlə, mükəmməliyyətçilik duyğusuna uzaq olursunuz. Mükəmməl olmağa gedə bilərsiniz, amma mükəmməliyyətçilik duyğusu sizi təhlükəyə atar. Alma yetişib qıpqırmızıdır. Bir sonraki gün onu çürümək gözləyir. Mükəmməlliyin də bir sonraki günü çürüməkdir. Ona görə mükəmməl heç kim ola bilməyəcək, heç bir təhsil sistemi mükəmməl ola bilməyəcək, insanlıq mükəmməl ola bilməyəcək, amma sadəcə bu yolda olmaq o belə yetərli. Yoxsa mükəmmələm dediyiniz anda sərsögün siz ölmüşsünüz deməkdir. Yəni, buna görə də uğur deyəndə də, yəni, ay Allah, o belə oldu. Yox, sən sadəcə insanlığın 5 mərtəbəsi var. 5 mərtəbəsi var. 3-cü mərtəbəsi aidiyyətli duyğusudur. Baxın, bura gəlmişsiniz. Aid olmaq duyğusudur. 4-cü mərtəbəsi əsər verməkdir. Əsər vermək. Əsər vermək də bizimkilər bəzən yanlış olur. Yəni, uşqa götürdüm, kitab yazdım, yox. Ən bəsit misal. Yolda gələn cəmaata narahatlıq verən bir daşı yoldan kənara qoyursansa, maşın onun üstündən keçə bilər, təkərin altından çıxıb insanlara zərər verə bilər, o daşı götürdünsə, hər hansı bir qoca nəniyə yolda sumkasına kömək elədinsə, sən bir əsər verdin. Əsər budur. Və 5-ci mərtəbəsi də əyilməmək mərtəbəsidir. Əyilməmək. Yəni, nöqtə qədər mənfəət üçün vergül kimi əyilməmək, dimdik dairə bilmək. Məsələn, biz Nəsrimi ili deyirdik də, Nəsrimi ili keçdi, deyilmi? Nizami ili keçdi, Nəsrimi ili. Neçənci ildə keçdi, yadımızdadır, bir 4-5 il bundan qabaq mıydı? Nəsrimi ili, hə, oldu, hə, birisi mahnı bəstələdi, qəşə bir mahnı da bəstələmişdi, nədir? 2009-da məndə sular 2 cahanla Mən qoyun qasıqlar. Afət Fərman qızım oxuyurdu onu. O söz kimi bir şeydi oydu, Amma bizim yadımızda qalan oydu. Elə? Ədəbiyyat oxu. Afət. Sami Yusuf. O qəşə oyunur ədim. Afət Fərman qızı yazdı, nə gözləyəcək? söz kimi bir şey. İndi əsas o deyil, indi gəlir işin digər şeydən.
Nəsimi, bax, şeirlərlə əzbərən oldum olmalımı, bax, orada belə ruhu öldürdük daha. Ancaq göstəriş məqsədi ilə, göstəriş nə deməkdir? Orta məktəblərdə də artıq bəzi proqramlar şeydən çıxmalıyım. Hə, Akçanda tədbir var da, görün nəymiş, mən bilirəm ki, orada nəsə olacaq da. Orada nəyin olduğunu mən bilirəmsə, məndə ona qarşı bir maraq olmaz. Eyni şey ya, avtomatik dişsinmə yaranır. Onu belə kreativ yaradıcı etmək lazım ki, o ruh ölməsin. Və ya da ki, uşaqlar ancaq o tədbirlərlə sən onları vətənpərvər edə bilməzsən. Demək ki, işin ruhuna emək lazımdır. Uşaqlar ekstra Nəsimin əsərlərini qoyub bir incələmək oldu. Əsas o deyil, mən o maraqlandırır. Əsas başqa bir şeydir. Nəsimi nəyə görə anasının dizinin dibində olmağı seçmədi? Nəsimi nəyə görə dostlarından domino nərd oynamağı seçmədi? Telefon oynamağı seçmədi. Nəsimi nəyə görə öz dostlarını, ailəsini, mamasını, xalasını, bibisini tərk edib Şamaxıdan qırağa getdi? Niyə? Demək ki, orada bir dava şöhrü var, orada bir ideal var, orada bir arzu var, öz fikrini belə ortaya qoymaq var. Və adamı deyirlər ki, mənbələrdə ki, dərisini soydular, amma adam yenə fikrini davam elətdirdi. Demək ki, Nəsimi gedəndə avtomatik olaraq ayaqsız olmaq lazım. Bax, kişi budur. Kişi budur. Bax, mərd budur. Dava adamı budur. Öz ideallar uğrunda can vermək budur. Nəsimi deyən kimi ayaqsız durmaq lazımdır. Yoxsa, tutaq ki, Bəhmanın bir fikri var, Bəhmanı incitdilər, parmağına bir balaca sərc qalxan yandıran kimi Bəhman vaz geçəcək, hətta onun dediğini deyəcəkdir. Demək ki, əsas olan nədir? Əsas olan bir ruhdur. Yəni, o ruhu ötürməliydik əslində biz uşaqlara ki, məsələn, şey budur da, məğz budur, mahiyyət budur. Yoxsa, əgər yerə yıxılanda, yəni, bizim tələbələrimizin, bizim gəncliyin bir arzusu, hədəfi, qayəsi, qeyri-adi. Artıq bir nömrəli olmaq sizə bəs eləmir, bilirsinizmi? Öz ixtisasınızda bir nömrəli olmaq yetərli deyil. Bənzərsiz olmalısınız. Bənzərsiz bir nömrəli olmaq bəs eləmir. Çünki hamı bir nömrəlidir. Bənzərsiz, qeyri-adi. Bunun üçün ortaya nə qoymaq üçün gecə-gündüz düşünəcəksiniz. Gecə-gündüz. Və Allah qurban olum sizə ilham pərlərini göndərəcək. Newtona alma formatında göndərdi, alma şəklində göndərdi, birisini də başqa şəkildə göndərdi, Arximedə su şəklində göndərdi, vannada çiməndə göndərdi. Yəni, əsas olan nədir? Əsas olan o işin düşünməyində olmaq, davasında olmaq, onun şuurunda olmaq, onu düşünmək. Onu düşündüyünüz zaman Allah çox vəfalıdır, narahat olmayın. Vəfalıların, vəfa nədir? Vəfa yox, əhdə hörmət heç, əmanət lafzı bir məblul, yalan raiz, mültəzəm haqq yerdə məsul, mültəzəm hər yerdə haqq məsul. Yəni, vəfa umardım, nə bilim, belə bir şeylər, fikir əzbərləmə xoşunuza gəlir, şeir əzbərli ümumiyyətlə, gündə bir qublet şeir əzbərləmə çalışın. 2-3 sətirdə şeir, ən azı bir günündə bir tost deyəndə lazım olur da. Bir məsələ desəm ki, bir dənə ad günü təbrik edənəm. Yəni, təbrik edənəm 100 yaşasın, bir şey yox. Nə olar onu biraz ədəbiyyatla bəzəsən, biraz cümlələrindən şeyləsən, budur, biraz. Demək ki, şeir də əzbərləmək və çox möhtəşəm cümlələr olur, çox ləzzət verir adama. Yəni, demək istədiyimiz odur ki, o ilham pərləri gələcək, bir gün gəlir, sizin qapınızı döyür, amma çalışın, qapını açın, ilham pərləri gələrkən də evdə olmağa çalışın. Yoxsa o gələcəkdir, küsəcəkdir, gedəcəkdir. Yox, əgər o gəlmirsə, siz ilhamcılar getməyə çalışın. Yəni, gördüğünüz onunla gəlmir, siz gedin. İndi bu var, baxın, ilham pərləri 9 ilham pərisi var da. Hansılar biliniz? Kalliope var, Oterpe var, Talia var, Urania var. Filan ki, epik şeirlərin, nə bilim, bilik şeirlərin dastanı, mahnıların, nə bilim, musiqilərin dastanı, nə bilim, döyüşün ilham pərləri nəysə, bunları qoyduq bir qıram. Bunlar kimdir görəsən? Zevslə Mnemosenin, Zevs Yunan tanrıları, Zevs, Mnemose. Çox tanrılıq o deyil, işin mahiyyəti, fəlsəfəsi meyil başqadır. Zevs, məntiqi təfəkkür, riyazi bacarıqlar deməkdir. Mnemose, yumuşaq bacarıqlar deməkdir. Humanitar, rəsm, şəkil.
bunların birleşmesinden ilham pərləri doğulurmuş. Başa şey ne demek istedim? Yunan tanrıları Zevs'ine Minomosan evlenir, 9 kızları olur, bunlara ilham pərləri yok. Ama Zevs'in mahiyyəti buymuş. Yani məntiqi təfəkkürlə, riyazi təfəkkürlə, dəqiq elmlərlə, humanit elmlərin izdivacından mələklər şey çıxar yani. Nəyəsə buymuş yani. İlham pərləri oradan doğar. Tam üstüne sizin Zevs'in arazi yaşadığını görüyorum. Yaxşı olandı. Benim o senede bir tane yoktu yakmamışız. 4 tane kurban seçsin. 4 tane kurban. 2-2. Farkı yok. Neyse ölecekler. Hadi ölelim. Biraz uzak durun. Tamam, coğrafya. Deməli, bil doğru. Hay Allah tapamasınlar. Bak verin müdürüm, bak verin. Gelen. Kırılanlaştırma. Yaxşı, gözəl tələbələrimiz təşəkkür edirik. Dəyərli vaxtınızı ayırdınız, gəldiniz. Oruç tutanlar var mı aranızda? Aha, Allah qəbul eləsin. İnşallah gələn şeylərdə görüşərik.